Əziz abituriyentlər və şagirdlər, bildiyimiz kimi yaxın günlərdə 9-cu siniflər üçün buraxılış imtahanı keçiriləcək. Əvvəla ilk növbədə hər birinizə uğurlar arzulayıram. Bir-iki məsələ var ki, onu sizə xatırlatmaq, eyni zamanda bəzi suallar, düşəcək suallar haqqında sizə məlumat vermək istəyirəm. Əvvəla qeyd edeyim ki, Azərbaycan dilindən əsas bal verən hissələr mətnlərdir. Birinci bədii mətn olur, ikinci isə publisistik mətn olur. Mətnin yazılmasının rahat yollarından biraz bəhs etmək istəyirəm. İlk növbədə mətni diqqətli şəkildə oxumaq lazımdır. Mətni oxuduqca sizə üzərində rəqəm yazılan, qarşısında işarə qoyulmuş, kursivlə verilən hissə, altından xətt çəkilmiş ifadə, bu ifadələr sizin qarşısına çıxacaq və çıxdıqca bunu ayrıca bir yerdə qeyd etmək lazımdır. Çünki bununla bağlı mütləq oradan sizdən sual soruşacaqlar. Başqa bir məsələ ondan ibarətdir ki, mətn əgər çox çətin olarsa, nə edirsiniz? Siz variantlardan oxuyaraq mətndə onların sualını tapmağa çalışın. Sonra, mətndə bəzi düşən sualları sizə xatırlatmaq istəyirəm. Ən azı bir sualımız bununla bağlı olacaq ki, doğru yanlış ehtimal. Bu hissədə nədir? Doğrunun altından doğrunu seçməlisən, yanlışın altından yanlış variant seçməlisən. Ehtimal isə bilirik, mətndə olmayan, sənin təxəyyülü əsaslanan cavabları götürməlisən. Başqa bir düşən sual Venn diaqramı ilə bağlı olacaq. Burada məsəl üçün Venn diaqramı işləmə qaydasını təbii ki bilirik. Hər hansı bir anlayışın müqayisəsi aparılacaq ki, 1-2 deyək ki, birinci hissəyə aid olmalıdır, ortaq cəhət deyək 3-4 olmalıdır, 5-6-cı isə yalnız ikinci anlayışa aid olmalıdır. Bununla bağlı mütləq sual düşəcək. Başqa bir sual sözün funksiyası ilə bağlıdır. Biz bilirik ki, sözün 3 funksiyası var. İnformativ, poetik və terminoloji. Bəzən informativ deyəndə bəzi şairlərimiz bunu tapa bilmir. Yəni informativ fərqli mənalı söz deməkdir. Poetik məcazi mənalı söz deməkdir. Sizə sual bundan verəcək ki, qarşısında, üzərində və altından xətt çəkilmiş söz hansı funksiyada işlənib? Hansı funksiyada işlənib deyirsə, baxırsan ki, həqiqi yoxsa məcazi. Tutalım ki, həqiqi mənada tapırsan, deyir ki, fərqli funksiyada işlənib. Əgər həqiqi tapırsansa, mütləq şəkildə onu fərqli funksiya deyirsə, məcazi mənada işlətməsən. Yox, əgər desə ki, eyni funksiyada işlət, həqiqi tapırsansa, həqiqi mənalı işlətməlisən. Başqa bir sual düşə bilər ki, hansı suala cavab tapmaq olar, yoxsa yox. Məsəl üçün, bir də işləyən təbii ki, variant verir. Deyir ki, hansı sualın cavabın mətnə əsasən tapmaq mümkündür və yaxud mümkün deyil. Buna diqqət yetirmək lazımdır. Başqa bir sual tipi bundan ibarət olacaq ki, səbəb-nəticə əlaqəsidir. Biz bilirik, səbəb hər hansı bir işin, hadisənin baş verməsidir. Nəticə isə ondan yaranan bir reallıqdır. Buna diqqət yetirmək lazımdır. Başqa bir sual düşə bilər, obrazların xarakteri xüsusiyyətləri. Xarakteri xüsusiyyətləri ondan ibarətdir ki, insan yəni hansı xasiyyətə malikdir. Bəzən görürsən ki, xarakteri xüsusiyyətlərin deyir, biz götürüb onu deyək, əməllərin, gördüyü işləri yazırıq. Bu səhv yanaşmadır. Əgər xarakter soruşursa, onun xasiyyətinə uyğun variantlardan istifadə edib yazmaq lazımdır. Məsələn, yardımsevər olması, çalışqan olması, vətənpərvər olması bunun xarakteri xüsusiyyətləridir. Bunu yazmaq lazımdır. Digər bir sual bu formada verə bilər ki, sözün qarşılığı nədir? Qarşısında işarə qoyulmuş sözün şərhi sualını verə bilər. Qarşılığı o deməkdir, yaxın mənalı sözdür. Yəni, elə bir söz ifadə seçməlisən ki, həmin mənanı ifadə edilmiş olsun. Bu sözün qarşılığıdır. Yox, əgər desək ki, sözün şərhinə uyğun nümunələrsiz, sözün şərhi isə biz bilirik ki, sözün şərhi sözün nə demək olması deməkdir. Bununla bağlı diqqət yetirmiş olarsınız. Mən məsləhətim bu qədər. Hər birinizə uğurlar arzulayıram. İnşallah yüksək nəticələrinizlə həm müəllimlərinizi, həm də valideynlərinizi sevindirmiş olarsınız. Çox sağ olun.